Xəritə sxemi əsasən qızıl yataqların mövcud olduğu fiziki coğrafi rayonlar. Qızıl yatağı burada 2 rəqəmi ilə verilən Gəncə fiziki coğrafi rayonunda, 4 rəqəmi ilə verilən Vulkanikaylı fiziki coğrafi rayonunda və 5 rəqəmi ilə verilən Həkəri fiziki coğrafi rayonunda müvafiq olaraq Qoşa, Zod və Vejnəli yataqlarını göstərmək olar. 2, 4, 5 cavab A variantı. Xəritə sxemi əsasən L-Venn diaqramını tamamlayan bəndləri müəyyən edək. Bəndi. Burada görürük ki, Gəncə, Qarabağ və Həkəri fiziki coğrafi rayonlarından üçünə də aid olan xüsusiyyət seçilməlidir. Qışı qura keçən mülayim isti iqlim tipi hər üçündə yayılıb. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Ərazidə milli park mövcuddur. Milli park yalnızca burada Murovdağın şimalında Gəncə fiziki coğrafi rayonunda Göygöl Milli Parkı var. İkinci şərt ödənmir. Ən hündür zirvəsi qar xəttindən yuxarıda yerləşir şərti yalnızca Murovdağın olduğu ərazilərə aiddir. Üçüncü şərt də yanlışdır. Çayların qidalanmasına qar və buzlaq sularının üstünlüyü təşkil edir şərti yanlışdır. Qar və buzlaq suları əsasən Böyük Qafqazın çaylarına aiddir. Mövzu erasın çöküntüləri yayılmışdır. Bilirik ki, Böyük və Kiçik Qafqaz dağlarının əksər hissəsi mezo yaşlı süxurlarla örtülüdür. 1-5 cavab C variantı. Cədvələ əsasən doğru sıraları müəyyən edək. Burada faydalı qazanc şərti işarəsi, yatağın adı və yerləşdiyi fiziki coğrafi rayon verilmişdir. Birinci sətirdə Əqiqin işarəsi verilib. Əqiq həqiqətində Eyvazlı adlı yataqda yerləşir və Qubadlı rayonu Həkəri fiziki coğrafi rayonunda yerləşir. Deməli, birinci şərt doğrudur. Birinci sətrin verilmədiyi variantları silirəm. İkincidə xromit verilib. Xromit biz bilirik ki, Kəlbəcərdə Göydərə və Laçında İpək yataqlarda Göydərə düzgün verilib, amma Gəncə fiziki coğrafi rayonu verilməklə yanlışdır. Çünki orada vulkanik yayla, Qarabağ vulkanik yaylası fiziki coğrafi rayonu və ya Qarabağ fiziki coğrafi rayonunun ikisindən biri verilə bilərdi. Deməli, Gəncə deyil, ikinci şərt yanlışdır. Deməli, A variantında silinə bilər. Kükürt Kolçedanı Toğanalı yatağı var və Toğanalı yatağı Göygöl rayonu ərazisində Gəncə fiziki coğrafi rayonundadır. Qazaq Qarabağa verilməklə yanlış verilibdir. Kvars qumları Hacıvəli, Hökməli və Qubə ərazisində var. Hacıvəli, Hökməli Abşerondadır. Bir də Qubada yataqlar var. Amma burada Ağdağ yazılıbdır. Ağdağ Seolit yatağıdır Tovuzda. Deməli, 4-cü şərt də yanlışdır. 5-ci sətirdə mərmər işarəsi verilib. Mərmər Daşkəsəndə, Şərurda və Qubada, eyni zamanda Ağdamın Gülablı kəndində var. Və Ağdam Qarabağ fiziki coğrafi rayonunda yerləşir. 5-ci şərt də doğrudur. C bəndini götürə bilərik. Xəritə sxemi əsasən 2 rəqəmi göstərilən ərazinin 1 rəqəmi ilə göstərilən ərazinin fərqli xüsusiyyəti. Yəni, bizə 2 rəqəmi ilə verilən ərazinin xüsusiyyəti lazımdır. 1 rəqəmi isə Lənkərnovaldanın. 2 rəqəmi Qanğayırı çayı göstərir. 1 rəqəmi isə Lənkərnovalını göstərir. Bu kontur xəritədə iqlim tipləri xəritəsidir. 1 rəqəmi ilə verilən Lənkəranda yay qura keçən mülayim isti iqlim, 2 rəqəmi ilə verilən Qanğayırı çayda isə qışı qura keçən mülayim isti iqlim verilib. Deməli, yağıntılar əsasən ilin isti dövründə düşür. Şərti 2 rəqəmi ilə verilən əraziyə uyğundur. Çünki burada qışı qura keçən mülayim isti iqlimdir. Deməli, A variantı doğrudur. Belə ki, 1 rəqəmi ilə verilən Lənkəranda yayı quraq keçən mülayim isti iqlimdir. A variantını götürə bilərik. Digər variantlara baxası olsaq, mülayim isti iqlim tipinə yerləşir. Hər ikisi mülayim iqlim tipidir. Tektonik çökmə zonası, bəli, hər ikisi Kürdağ çökəkli tektonik zonasında yerləşir. Hər ikisində çəmən meşə landşaftı yayılmışdır və heç biri Böyük Qafqaz təbii vilayətində yerləşmir. Şahdağ Milli Parkının xəritə sxemində verilmiş təbii vilayətlərin hansı fiziki coğrafi rayonlarının ərazisində yerləşdiyini müəyyən edək. Şahdağ Milli Parkı təxminən bu ərazilərdədir. Yəni, biz burada 1 rəqəmi ilə verilən Zaqatala Lahıcı, 2 rəqəmi ilə verilən Qonaq kəndi və 3 rəqəmi ilə verilən Dağlıq Şirvanı, 4 rəqəmi ilə verilən Dağlıq Şirvanı götürə bilərik. 1, 2, 4 cavab B variantı. Samur Yalama Milli Parkının haqqında fikirlərin düzgün ardıcıllığını doğru yanlış olaraq müəyyən edək.
Yalnız bir inzibati rayon və bir fiziki coğrafi rayon arasında yerləşir şərti doğrudur. Belə ki, Samur Yalama Xaçmaz inzibati rayonunda və Samur Dəvətçi fiziki coğrafi rayonunda yerləşir. Bu doğrudur. Deməli, yuxarı sol tərəfdə doğru olmayan B variantını, C variantını və Y variantını silmək olar. Yerləşdiyi ərazində şirin yeraltı sular səviyyə səthi yaxındır. Bu da doğrudur. Deməli, aşağı sol tərəfdə doğru olmayan A variantında silsək, sadəcə D variantı qalır əlimizdə. Düzənlik meşə landşaftı və Xəzər sahil boyundakı flora və fauna mühafizə olunmuş şərti də doğrudur. Böyük Qafqaz tektonik qalxma zonasına yerləşməsi isə yanlışdır. Belə ki, bura Ön Qafqaz tektonik çökməsində yerləşir. D variantı doğrudur. Eller-Venn diaqramını tamamlayan bəndi müəyyən edək. Biz burada Samur Dəvətçi və Qanıq Ayrıca fiziki coğrafi rayonlarının ortaq xüsusiyyətini seçməliyik. Qışı quraq keçən mülayim isti iqlim yarımtipi yayılmışdır. Samur Dəvətçidə qışı mülayim keçən yarımsəri quruçuluq iqlim olmalıdır. Deməli, bu şərt yanlışdır. Maqmatik və metamorfik sular geniş sahə əhatə edir şərti yanlışdır. Böyük Qafqaz təbii vilayətində yerləşirlər şərti Qanıq Ayrıçay, Kürdağra çökəkliyində yerləşir. Düzən meşələr yayılmışdır şərti isə hər ikisinə aiddir. D variantını götürə bilərik. Bundan əlavə biz Lənkəran ovalığını və Kür boyu düzənlikləri götürə bilərik. Çayları Kürün sol qollarını təşkil edir şərti isə Samur Dəvətçi üçün uyğun deyil, çünki Samur Dəvətçidən axan çaylar birbaşa Xəzərə tökülür. Uyğunluğu mənlə Lənkəran təbii vilayəti və Orta Araz təbii vilayəti. Fiziki coğrafi iki fiziki coğrafi rayona bölünür. İki fiziki coğrafi rayona bölünməsi bunların hər ikisinə aiddir. Lənkəran təbii vilayəti Lənkəran ovalığı və Talış dağlarına, Orta Araz təbii vilayəti isə Günnüt, Qapçıq və Şərur Ordubada bölünür. Deməli, bu şərt ortaqdır. 3-ə A yazmaq olar. Həm tektonik qalxma, həm də tektonik çökmə zonasında yerləşir şərti də eynən aiddir. Lənkəran ovalığı da Orta Arazda həm tektonik çökmədə, həm də tektonik qalxmada yerləşir. Deməli, 3-ə eyni zamanda B götürəcəyik. 3-ə A və B-nin verilmədiyi C variantını, Y variantını və B variantını silmək olar. Mülayim isti iqlim tipi yayılmışdır. Lənkəran ovalığında mülayim isti iqlim tipi var, ancaq Orta Arazda yoxdur. Deməli, bu yalnızca Lənkəran ovalığına aid olacaq. Paleozoz yaşlı çöküntülərə rast gəlinir şərti Naxçıvanın dağlıq ərazilərinə, eyni zamanda düzənliyə də aiddir. 2-yə D və okean səviyyəsindən aşağıda yerləşən ərazilər mövcuddur. Söhbət Lənkəran ovalığından gedir. 1-ə Y. Cavabımız D variantı. Xəritə sxemə və cədvələ əsasən uyğunluğu müəyyən edək. Burada biz rəqəmlərə uyğun olaraq fikirlərin doğru və ya yanlış olduğunu müəyyən etməliyik. Demək, doğru sıraya baxaq. 3 rəqəmi ilə göstərilən fiziki coğrafi rayon, yəni söhbət Qanıq Ayrıçaydan gedir. Aid olduğu təbii vilayətin ən çox yağıntı düşən rayonudur. Bəli, Qanıq Ayrıçay Kürdağra çökəkliyi təbii vilayətinə aiddir və Kürdağra çökəkliyində ən çox yağıntı Qanıq Ayrıçaya düşür. Yəni 3 doğrudur. Daha desək A doğrudur. A-nın verilmədiyi D variantını, Y variantını və C variantını silmək olar. İki rəqəmi ilə göstərilən fiziki coğrafi rayonda, yəni söhbət burada Talış dağları fiziki coğrafi rayonundan gedir. Paleogenin vulkan mənşəli suxurlarını geniş yer tutur. Bəli, həm orada, həm də Günnüt Qapıcıqda paleogenin vulkan mənşəli suxurları geniş yer tutur. B-ni də götürürük, B də bizə lazımdır. Yəni, B-nin verilmədiyi B variantını da silmək olar. Qaldı A, B, F, yəni A variantı. C-yə baxaq. 6 rəqəmi ilə göstərilən fiziki coğrafi rayonda, yəni söhbət burada Küdri Şirvandan gedir. Zərdab və Ucar inzibati rayonları yerləşən şərti yanlışdır. Zərdab, Kürdağra çökən, Kür Araz və ya Mərkəzi Aran fiziki coğrafi rayonunda yerləşir. İndi yanlışlara baxaq. Kiçik Qafqaz vilayətinə ən alçaq yer 5 rəqəmi ilə göstərilən fiziki coğrafi rayonda yerləşir. 5 rəqəmi ilə burada Həkəri verilibdir və
Bu doğru fikir olduğu üçün yanlışların altına verildiğine göre götürmürük. Bir rəqəmi ilə göstərilən fiziki coğrafi rayonda, yəni söhbət Araz boyu fiziki coğrafi rayonundan gedir. Hərəmi, incə və gəyən düzləri yerləşir. Şərti doğrudur. Ancaq yanlışın altına verildiğine göre bunu da götürmürük. 4 rəqəmi ilə göstərilən fiziki coğrafi rayonda, yəni söhbət Qobustan Abşerondan gedir. Ləngəmiz və Dübrar silsilələri yerləşir. Burada Dübrar zirvəsi yerləşmir. Dübrar zirvəsi Dağlıq Şirvandadır. Həm də silsilə deyil, zirvədir. F də yanlış olduğuna görə götürürük cavab A variantı. Lənkəran və Orta Araz təbii vilayətlərin bir-birindən fərqləndirən cəhətləri seçək. Meşə masifləri geniş yayılmışdır. Lənkəranda hə, amma Orta Arazda yox. Yəni biri götürərik. Birin verilmədiyi variantlar isə yalnızca cavab B variantı qalır. Cənubda İranla həmsərhəddirlər. Hər ikisində olduğu üçün 2 səhvdir. Subalx və Alp çəmənliyi Orta Araz vilayətində var, amma Lənkəranda yoxdur. 3 də bizə lazımdır. 1, 3. 2 fiziki coğrafi rayona bölünürlər. Hər ikisi 2 fiziki coğrafi rayona bölünür. 4-cü şərt də bizə lazım deyil. Filiz faydalı qalıqları zəngindirlər. Şərti fərqləndirici cəhətdir. 5-i də götürə bilərik, amma bizə verilən şərtlərdə artıq o yoxdur. Kəskin kontinental iqlimə malikdirlər. Birində hə, birində yox. Yəni Orta Arazda bəli, Lənkəranda xeyr. 6 da götürəsi olsa cavab B variantı. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını doğru yanlış müəyyən edin. Şollar düzü ön Qafqaz tektonik çökməsində yerləşən şərti doğrudur. Yuxarı sol tərəfdə doğrunun verilmədiyi variantları silirəm. Dəli Dağ Qarabağ vulkan yaylasının fiziki coğrafiyanın ən hündür zirvəsində şərti də doğrudur. Aşağı sol tərəfdə doğru olmayan A variantını silsək cavabımız yalnızca D variantı qalır. Muğan düzü Arazın sol kürün sağ sahilində yerləşir. Bu yanlışdır, çünki Muğan düzü hər iki çayın sağ sahilindədir. Bura yanlış. Abşeron Milli Parkı Dağlıq Şirvan fiziki coğrafi rayonu deyil, Qobustan Abşeron fiziki coğrafi rayonudur. Bu tərəfdə yanlış. Deməli D variantı doğrudur. Cədvəl əsasən Azərbaycanın təbii vilayətləri ilə bağlı doğru fikirləri müəyyən edin. Doğru sütuna baxaq. Alçıq vulkanların əksəriyyəti Böyük Qafqaz vilayətində yerləşir. 1 doğrudur. 1-in verilmədiyi variantları silirəm. Orta Araz vilayətində ərazinin 60%-dən çoxu 1000 metrdən yüksəkdə yerləşir. Naxçıvan ərazisi həqiqətən də belədir. İkinci şərt də doğrudur. İkinci şərtin verilmədiyi B variantını da silirəm. Lənkəran vilayətində illik yağıntıların miqdarı 400-1800 mm arasında dəyişir və onun 80% ilin isti dövründə düşür fikri yanlışdır. Belə ki, burada yay quraq keçən mülayim isti iqlimdir. Üçüncü şərt yanlışdır. Kiçik Qafqaz vilayətində ən uca zirvəsi Murov dağ silsiləsində yerləşən Qamış dağ zirvəsinin şərti doğrudur, amma yanlışların altına verildiğine göre götürülmür. 4-də silinə bilər. Kürçökəli vilayətinin yalnız çay-dərə, axmaz mənşəli göllər mövcuddur şərti yanlışdır. Acınoxur Kürçökəli vilayətində yerləşir və tektonik mənşəli göldür. 1, 2, 5 cavab D variantı. Qobustan Abşeron fiziki coğrafi rayonu üçün səciyyəvi olmayan cəhətlər. Meşə ehtiyatı ilə yaxşı təmin olmuşdur şərti Qobustan Abşeron üçün ziddir. 1-i götürürük. 1-in verilmədiyi variantları silirəm. Çayları yayda quruyur şərti isə doğru cavabdır. Yəni Qobustan Abşeron üçün xas xüsusiyyətdir. İkinci şərt yanlışdır. Ərazisində zəngin filiz yataqları vardır şərti Qobustan Abşeron üçün uyğun deyil. Deməli 3 bizə lazımdır. 3-ün verilmədiyi variantını da silirəm. Arid döndəsinə reli formalar geniş yayılmışdır şərti doğrudur. 4-də bizə lazım deyil. Alçıq vulkanlar geniş yayılmışdır şərti doğru fikri ifadə edildiğine göre bizə lazım deyil. Vulkanik mənşəli suxuların üçün təşkil etməsi isə Abşeron Qobustanda olmadığı üçün bizə lazımdır. Yəni cavab C variantı. Küdri Şirvan və Abşeron Qobustan fiziki coğrafi rayonları üçün ümumi xüsusiyyətləri götürək. Eyni təbii vilayət tərkibindədirlər. Küdri Şirvan Körazda, Abşeron Qobustan isə Böyük Qafqazdadır. Birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. Güclü səthi axımı ilə və sıx bitki örtüyü ilə malikdir. Bu hər ikisi üçün aid olmayan xüsusiyyətdir. İkinci şərtdə silirik. Arid iqlim hakimliyi hər ikisi üçün uyğundur. 3 bizə lazımdırsa deməli D variantında silmək olar.
Qış otlaqları geniş yayılmışdır şərti. Bəli, hər ikisində var. Dəmi əkinçiliyi suvarılmadan əkinçilikdir və bu rütubəti kifayət qədər olan yerlərə aid olar. 5 şərti yanlışdır. Zəif səth axın və kserofil bitkilər bitki örtüyünə malikdir. Bu şərtdə hər ikisinə aiddir. Cavab Y variantı. Təbii vilayətlərə uyğun gələn təbiət yasalıqlarını müəyyən edin. Kürdağ çökəklik təbii vilayətində Bərdə və Şəmkir götürülə bilər. 1 və 5 götürülə bilər. Lənkəran təbii vilayətində Zuvand, 2-yə 4, Kiçik Qafqaz təbii vilayətində isə Laçını götürə bilərik. Bəndovan Böyük Qafqazdadır. Deməli, 1-yə 1-5, 2-yə 4, 3-yə 2 yalnızca A variantında ödənən şərtdir. Xəritə sxemi əsasən uyğunluğu müəyyən edək. Şirvan düzünün mütləq yüksəkliyi nisbətən çox olan ərazisini tutur, şərti Küdürü Şirvana aiddir. Yəni 5-ə A. Qışı quraq keçən mülayim isti iqlim tipi hakimdir. Qışı quraq keçən mülayim isti iqlim Qanıq əyri çaydadır. Deməli 2-yə B. Ərazisində Nevgen yaşlı suxurlar yayılmışdır, şərti Ceyran çölü aiddir. 1-yə C. Gəncə, Qazax və Qarabağ düzlərinin xeyli hissəsini əhatə edir, şərti Qazax Qarabağa aiddir. 3-yə D. Suvarma kanalları və kollektorların sıx şəbəkəsi yaradılmışdır. Kür-Araza aiddir. 6-yə Y. Və Milmuğan su anbarı burada yerləşir. 4-yə F. Burada cavab C bəndidir. Uyğunluğu müəyyən edin. Ağgöl, Ağzıbirçala, Ceyranbatan və Suqovuşan su hövzələrinin yerləşdiyi yerlərə aid xüsusiyyətləri götürəcəyik. Eyni adlı milli parkın ərazisində yerləşir. Yəni Ağgölə aiddir. Bu 1-yə A. Samur Dəvəçi fiziki coğrafi rayonunda yerləşən laqun mənşəli göldür. Ağzıbirçala 2-yə B. Ağdərə İnzibati rayonu ərazisində yerləşir. Suqovuşandan söhbət gedir. 4-yə C. Və Abşeron Qobustan fiziki coğrafi rayonunun çay məcrasının kənarda, yəni kanal üzərində olan su anbarıdır. Ceyranbatana da D. Cavab C variantı. Eyli-Venn diaqramında əsasən uyğunluğu müəyyən edək. Qarabağ fiziki coğrafi rayonu və Qazax Qarabağ fiziki coğrafi rayonuna aid olan xüsusiyyətləri seçəcəyik. Ərazisində Qarabağ iqtisadi rayonuna aid inzibati rayonlar yerləşən şərti hər ikisinə aiddir. Yəni 3-yə 1. Tərtər, Xaçın və Qarqar çayları axır. Bu da bunların hər ikisinə aiddir. 3-yə 2. Kür çökəkliyi təbii vilayətinə aiddir. Qazax Qarabağ 2-yə 3. Və ərazisində turşu və şırla mineral blokları yerləşir. Bu da Qarabağa aiddir. 1-yə 4. 1-yə 4, 2-yə 3, 3-yə 1, 2 B variantında ödənir. Orta Araz vilayətinin Araz boyu düzənliklərində, orta dağılımda və yüksək dağılımda yağıntıların müvafiq miqdarı 200 mm-dən 900 mm-ə qədər sabit artan B variantı götürülməlidir. Uyğunluğu müəyyən edək. Fiziki coğrafi rayon, oradakı iqlim tipi, torpaq tipi və ixtisaslaşmış əkinçilik. Samur Dəvəçidə yarımçəri quruçuluq iqlimi var, boz çəmən var. Hətta boz çəməndən daha çox çəmən meşə deyilə bilər, amma pambıqçılıq yoxdur. Deməli, 1-ci şərt yanlışdır. 1-ci şərtin verildiyi variantları silirəm. Lənkəran ovalığı yarımçəri quruçuluq, Lənkəran ovalığında yarımçəri quruçuluq yoxdur. 2-ci şərtdə silirəm. Gəncə mülayim isti, qara torpaq kartosluq, bəli, Gədəbəy Şəmkir zonasında 3-cü şərt bizə lazımdır. Qonaqkənd mülayim isti, qonur, çəltiçilik, qonaqkənddə çəltiçilik yoxdur. Deməli, B variantı ələndi. Qanıq əyri çay, mülayim isti, çəmən meşə tütünçülük, Şəki-Zaqatala zonasında mümkündür. 3-5 cavab Y variantı. Böyük Qafqaz təbii vilayətinin xəritəsinə əsasən uyğunluğu müəyyən edək. Arid deondasyon reli formaları üstündür, şərti Qobustan Abşerona aiddir. 5-ə A. 5-ə A-nın verilmədiyi A, B və D variantlarını silmək olar. Bütün fəsillər bol yağıntılı soyuq iqlim 8 rəqəmi ilə, yəni iqlim tipləri xəritəsinin 8 rəqəmi ilə Zaqatala Laxıçda verilib. 1-ə B.
1'ə B-nin verilmədiyi Y variantında silsək qalacaq sadəcə Y variantı. Onda yüksək seismikliklə fərqləniş şərti aid olacaq Dağlıq Şirvana 4-ə C. Yumşaq əhəng daşlı suxurlarını kəsib keçən çayların kanyonları dərələr yaratmışdır şərti Qonaqkəndə aiddir 2-yə D və düzən meşə çəmən landşaftı, intrazonal landşaft Samur Dəvəçiyə aiddir 3-ə Y. Cavab Y variantı. Uyğunluğu müəyyən edək. Mühafizə olunan ərazi fiziki coğrafi rayon, inzibati rayon, qorunan obyekt. Bəsit çay qoruğu Həkəri fiziki coğrafi rayonunda, Zəngilan rayonunda və Zəngilan inzibati rayonunda yerləşir və Şərq Çınarı orada qorunur. Yəni 1 burada doğru cavabdır. A variantını götürmək olar. Ağgöl Milli Parkı Qazax Qarabağda yerləşmir. Samur Yalama Milli Parkı Qusar rayonunda deyil, Xaçmaz rayonunda yerləşir. İlisu qoruğu Küdür Şirvanda deyil, Zaqatala Laçındadır. Qarayazı qoruğu Ceyrançol Acınoğlu'da yerləşsə də Qazax rayonu deyil, Ağstafa rayonundadır. Düzgün olmayan sıranı müəyyən eləyək. Hirkan qoruğunda Dəmirağac qorunur, mülayim isti iqlimdədir və fiziki coğrafi rayon olaraq Lənkəranda yerləşir. 1 doğrudur götürmürük. Şirvan qoruğunda Ceyran qoruğunda yarımsərə qurçuluğunda və Kür çökəlində yerləşir. 2 də doğrudur götürmürük. Ağgöl Milli Qoruğunda su quşları qorunur, yarımsərə qurçuluq iqlimində yerləşir və Kür çökəkli vilayətində yerləşir. 3 də doğrudur götürmürük. Bəsitçayda Şərq Çınarı qorunur, amma orada soyuq iqlim deyil, Işıqura keçən mülayim isti iqlimdir. 4-cü şərt yanlış olduğuna görə bizə lazımdır. Göygöldə Qarmaqvari Şam qorunur, mülayim isti iqlim şəraitində və Kiçik Qafqaz vilayətindədir. Burada diqqətinizi bir fikrə yönəltmək istəyirəm. Düzgün olmayan sıranı seçin verilən suallarda əgər bir dənə variant varsa, deməli yerdə qalan 4 dənə variant doğru fikri ifadə edir. O digər doğru fikirləri də oxuyub ən azından bildiklərimizi təkrarlaya bilərik. El-Venn diaqramını tamamlayan bəndi müəyyən edək. Qarabağ və Gündüz Qapıcıq fiziki coğrafi rayonlarının ortaq xüsusiyyəti bizə lazımdır. Işıqura keçən mülayim isti iqlim tipi var. Işıqura keçən mülayim isti iqlim, ümumiyyətlə Gündüz Qapıcıqda mülayim isti iqlim yoxdur. A bəndi getdi, sililə bilər. Yayqura keçən soyuq iqlim yalnızca Gündüz Qapıcıqda var. Dağ-meşə landşaftı formalaşmışdır. Gündüz Qapıcıqda yoxdur. Kiçik Qafqaz tektonik qalxmasına yerləşir. Hər ikisinə aiddir. Ən yüksək zirvələrin mütləq hündürlüyü 3000 metrdən azdır şərti isə Gündüz Qapıcığa aid deyil. Belə ki, Qapıcıq zirvəsi orada yerləşir. 75-ci suala baxaq, uyğunluğu müəyyən edək. Burada Qonaqkənd, Ceyrançol Acınoğlu və Gəncə fiziki coğrafi rayonlarından suallar düşəcək. Kanyonvari çay dərələrinin rast gəlinən şərti birinciyə aiddir, yəni Qonaqkəndə. Birinciyə A. Yararsız torpaqlar Bedlingdən üstündür. Söhbət Ceyrançoldan gedəcək. İkinciyə B. Birinciyə A, ikinciyə B verilməyən variantları silsək yalnızca C variantı qalacaq. Vulkanik suxurlara rast gəlinir şərti üçüncüyə aiddir, yəni üçüncüyə C. Rütubətli subtropik iqlim səcəvdə heç birinə aid deyil. Fəal seismikliklə fərqlənir. Üçüncüyə həm də Y. Deməli, üçüncüyə C-Y aiddir. Sadəcə burada Y-ni götürülür. Cavab C variantı. El-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Samur Yalama Milli Parkı və Şahdağ Milli Parkına aid olan xüsusiyyətlər. Düzənlik meşə landşaftı mühafizə olunur, Samur Yalamaya aiddir. Birinciyə 1. Böyük Qafqaz təbii vilayətində yerləşir şərti Şahdağa aiddir. Hər ikisinə aiddir. Üçüncüyə 2. 3 fiziki coğrafi rayonda yerləşir şərti Şahdağa aiddir. Zaqatala, Lahıc, Qonaqkənd və Dağlıq Şirvanda yerləşir. İkinciyə 3. Dağ meşələri və çöllərin nadir faunu və bitkiləri qorunur. Şahdağa aiddir. İkinciyə 4. Qışı mülayim keçən yarımsərə quru çöl iqlimi hakimdir. Şərtdə isə Samur Yalamaya aiddir. Birinciyə 5. Yəni cavabımız Y variantı.
Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Talış və Qonaqkənd fiziki coğrafi rayonlarına aid olan xüsusiyyətləri seçəcəyik. Tektonik qırılmalar boyu mineral blokları səthə çıxmışdı, şərti doğrudur. Həmsərhəd olduğu fiziki coğrafi rayon Xəzər sahilində yerləşir. Bəli, Talışın sərhədindəki Lənkəran, Qonaqkəndin sərhədindəki Samurdəvəçi, hər ikisi Xəzərə çıxışı var. 1-2 verilməyən variantları silirəm. Vulkanogen çökmə suxurları rast gəlinir. Hər ikisində vulkanogen çökmə suxurları var. Üçüncü şərtdə götürülürsə, deməli B variantda silinər. Alp və subalp çəmənlikləri yayılmışdır, Talışda yoxdur. Çaylar birbaşa Xəzərə tökülür. Hər ikisinə aiddir. Y variantını götürürük. Və landşaft inversiyası müşahidə olunur. Talışda var, Qonaqkənddə yoxdur. 78-ci suala baxaq. Ölkəmizlə bağlı doğru olmayan fikir müəyyən edək. Təxminən 800 metr mütləq hündürlüyə qədər dağətə ərazilərdə şabalı torpaqlar yayılmış, şərti doğrudur. Böyük və Kiçik Qafqazın Talış və Naxçıvan yüksək dağlıq ərazilərində antropogen, dağətə ərazilərdə isə təbii landşaft üstün təşkil şərti yanlışdır. Belə ki, dağın yüksəkliklərində əsasən təbii landşaft olar, dağətəyi və düzənlik ərazilərdə, yəni insanlar tərəfindən məskunlaşa biləcək ərazilərdə isə antropogen landşaft daha çox olar. Deməli, B variantı doğrudur. Digər variantlarda doğru fikir ifadə elədiyinə görə onları əzbərləməkdə fayda var. Dağ meşələri qonur torpaqlar rütubətli ərazidə, qəhvəyi torpaqlar isə quraq, əsasən şabaldı meşələr altında formalar yayılmışdır. Yarım səhralarda yovşan, gəvən, dəvətkanı, dağ çöllərində isə ağot, qatır quyruğu və taxıl bitkilər üstünlük təşkil edir. Küraraz və Samurdəvəçi ovalığının yarım səhraların daxilində daha kiçik əraziyə malik düzənlik meşə landşaftları yayılmışdır. 79-cu suala baxaq. Böyük Qafqaz təbii vilayəti üçün doğru olmayan fikirləri müəyyən edək. Respublikamızda mövcud olan bütün palçıq vulkanlar bu vilayətdə yerləşir şərti doğru deyil. Çünki palçıq vulkanların bir hissəsi Kürarazdadır. Deməli, birinci şərt bizə lazımdırsa, birinci şərtin verilmədiyi variantları silirəm. Tərkibində olan fiziki coğrafi rayonların sayına görə yalnız Kür çökəkli vilayətindən yer qalır, şərti doğrudur. Kür çökəkliyində 6 rayondur, Böyük Qafqazda isə 5 rayondur. İkinci şərt doğru olduğuna görə götürmürük. B variantını silirəm. Boz, bozqonur, düzən meşə çəmən torpağına rast gəlinir şərti Böyük Qafqazda var. Ona görə də üçüncü şərtdə silirəm. Vulkanogen çökmə suları rast gəlinmir şərti yanlışdır. Çünki orada qədimindən qalan vulkanogen çökmə suxurlar var. Azərbaycanın geomorfoloji və geoloji xəritəsindən baxsaq bunu görə bilərik. Şimal-şərq hissədə hündürlüyə doğru landşaft inversiyası müşahidə olunan şərti yanlışdır. Landşaft inversiyası Talışdadır. Əksər çayların qidalanan yeraltı suların payı daha çoxdur. Şərti də əslində yanlışdır. Düzdür, Böyük Qafqazın cənub yamaçlarında qidalanmasında yeraltı suların payı çox olan çaylar var, amma bu hamısına aid deyil. Cavab D variantı. Kiçik Qafqaz təbii vilayətinə aid olan xüsusiyyətləri müəyyən edək. Zod və Vecnəli qızıl yataqlar burada yerləşir. Bəli, Kəlbəcər və Zəngilan rayonlarında. Birin verilmədiyi variantları silirəm. 4 fiziki coğrafi rayona bölünür. Bəli, Gəncə, Qarabağ, vulkanik yaylası, Qarabağ və Həkəri. İkinci şərtdə doğru olduğuna görə ikinci şərtin verilmədiyi variantları da silirəm. Ermənistanla ən uzun sərhədimiz bu rayondan keçiş şərti doğrudur. 1-2-3 cavab Y variantı. Cədvəldə verilən fiziki coğrafi rayonların hansının yerləşdiyi yerlərini dəyişsək, onların mütləq hündürlüklərinin artmasına görə düzgün sıranı müəyyən etmək olar. Talışda Kömürgöy 2493, Acıhor Ceyrançöldə Çobandağ 890 olması lazımdır, səhv eləmirəmsə. Gəncədə əgər Murov dağı Gəncə ilə Qarabağın arasında sərhəd kimi götürəsi olsaq və Qamış dağı oraya götürəsi olsaq 3724. Günüt Qapıcıqda Qapıcıq var 3904. Qonaqkənddə də Şahdağ var 4243. Gördüyümüz qədərlə burada birinci və ikinci dağların yerini də rayonların yerini dəyişsək ardıcıllıq düzəlir. Cavab C variantı. Uyğunluğu müəyyən edək. 3 təbii vilayətlə həmsərhədli şərti burada yalnızca Kür-Araz fiziki coğrafi vilayəti olmalıydı, amma burada Kür-Araz fiziki coğrafi vilayəti verilməyibdir. A şərti heç birinə aid deyil. Sarı torpaqla yayılmışdır, Lənkərana aiddir. 3-ə B.
Landşaft inversiyası müşahidə olunur, Lənkərana aiddir. 3-ə C. Filiz fabrikantlarla zəngindir şərti Kiçik Qafqaza aiddir. 2-yə D. Hündürlük amplitudu 4000-dən çoxdur. Bəli, Böyük Qafqazda 4366-dan -27-yə 1-ə Y. Uyğunluğu müəyyən eləyək. Acnohor Ceyrançu fiziki coğrafi rayonu, Şəhər Ordubad fiziki coğrafi rayonu və Samur Dəvəçi fiziki coğrafi rayonlarına aid olan xüsusiyyətləri seçəcəyik. İntrodonal landşafta rast gəlinir şərti Samur Dəvəçiyə aiddir. 3-ə A. Neogen 3-cü dövr yaşlı sulara daha geniş yayılmışdır. Bura Acnohor Ceyrançuya aiddir. 1-ciyə B. Xəzər dənizi sahilində yerləşir. Samur Dəvəçiyə aiddir. 3-cüyə C. Ərazisi 2 tektonik zonada yerləşir şərti Şəhər Ordubada aiddir. Çünki bir hissəsi Kiçik Qafqaza, bir hissəsi Aracan platformasına düşür. 2-yə D. Qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Qışı quraq keçən soyuq iqlim 7 rəqəmi ilə verilir iqlim tipləri xəritəsində və bunların heç birinə aid deyil. Kür çökəkliyi vilayətində yerləşən qoruqlar. Bura Türyan çayı və Qarayazına aid eləmək olar. Bəsit çay Kiçik Qafqazdadır, İlisu Böyük Qafqazdadır, Hirkan Lənkərandadır. Lənkəran fiziki coğrafi vilayətində. Uyğunluğu müəyyən eləyək. Acnohor alçaqdanlığı ilə Ləngəbli silsiləsi ilə Mərkəzi Aran fiziki coğrafi rayonu arasında yerləşir. Bura Küdrü Şirvana aiddir. 1-ciyə A. Yerli iqlim xüsusiyyətlərinə görə bitki örtüyü və landşaft paylanmasında inversiya müşahidə olunur. Bu Talışa aiddir. 2-ciyə B. Mülayim isti və soyuq iqlimə malik dağ yamaçlarında çöllər, sıx meşələr, suvaq və alp çəmənlikləri əmələ gəlmişdir. Şərti Gəncəyə aiddir. 3-ə C. Müxtəlif filiz ehtiyatları və tikinti materiallarının təbii zənginliyinə görə fərqlənir. Bu da Gəncəyə aiddir. 3-ə D. Çayların gətirmə konusları yelpikvari formada genişlənərək bir-birlə qovuşur. Bu da Küdrü Şirvana aid olar. 1-ə Y. Çünki gətirmə konusları dağətəyi düzənliklərdə olur. Burada da dağətəyi düzənliyi Küdrü Şirvandır. 86-cı suala baxaq. Uyğunluğu müəyyən edək. Qışı mülayim keçən yarımsərli quruçul iqlimi hakimdir. Burada söhbət Samur Dəvəçidən gedər. 2-yə A. Dağ meşə landşaftı geniş yer tutur. Burada verilən yerlərin heç biri dağlıq ərazi deyil. Deməli B şərti heç birində ödənmir. Qışı quraq keçən mülayim isti iqlim tipi Qanıq Əyri çaydadır. 1-ə C. Dəniz mənşəli çöküntülər dəniz sahilində olan Samur Dəvəçiyə aid olar. 2-yə D. Və qışı soyuq keçən yarımsərli quruçul iqlimi Naxçıvana aiddir. Şərqi Ordubada 3-ə Y. Uyğunluğu müəyyən eləyək. Qanıq Əyriçay fiziki coğrafi rayonu, Qobustan Abşeron fiziki coğrafi rayonu, Talış dağları fiziki coğrafi rayonuna aid olan xüsusiyyətləri seçəcəyik. Əsas relief formaları çayların yelpikvari gətirmə konusları və çay teraslarından ibarətdir. Söhbəti Qanıq Əyriçaya aiddir. 1-ə A. Qışı mülayim keçən yarımsərli quruçul iqlimi Səccəvidir. Qobustan Abşeron 2-yə B. 3-cü dövrün vulkanik və çökmə suxuları rast gəlinir. Şərti Talış dağlarına aiddir. Paleogen yaşlı suxurlar. 3-cüyə C. Alluvial çəmən torpaqları, yəni çay mənşəli düzənliklər Qanıq Əyriçayda. 1-ə D. Respublikamızda yayılan palçıq vulkanların əksəriyyəti burada yerləşir. Şərti Qobustan Abşerona aiddir. 2-yə Y. Uyğunluğu müəyyən eləyək. Kür-Araz ovalığı ilə Qarabağ silsiləsinin su ayrıcısı arasında yerləşir. Şərti Qazax Qarabağ fiziki coğrafi rayonuna aid olardı, amma burada Qazax Qarabağ verilməyibdir. Ona görə də A-nı silirik. Təbii şəkildə saxlanılan Şərq çinarı qorunur Həkəridə. 3-ə B. 2 xarici ölkə ilə sərhəd mövqeyə malikdir. Şərti yenə Həkəriyə aiddir. İran və Ermənistanla. 3-ə C. Kaynozoy erasında güclü vulkan püskürmələri baş vermişdir. Şərti vulkanik yaylıya aiddir. 2-yə D. Minkənd mineral bulağı Laçın rayonunda Qarabağ fiziki coğrafi rayonunda yerləşir. 1-ə Y.
Qanıq Əyricay və Qazax Qarabağ fiziki coğrafi rayonlarının oxşar xüsusiyyətləri. Aznohur Ceyrançay fiziki coğrafi rayonu ilə qonşu olmaları, fiziki coğrafi rayonlaşdırma xəritəsinə baxsaq görərik ki, həqiqətən də hər ikisi qonşudur. 4-cü dövrün çökmə süxurlarının geniş yayılması hər ikisinə aiddir. İkinci şərtdə götürürük. Böyük Qafqaz təbii vilayətlərinin sərhəddə yerləşməsi Qazax Qarabağa aid deyil. İstismarda olan neft yataqlarının malik olması Qanıq Əyricaya aid deyil. Eyni təbii vilayətdə yerləşmələri hər ikisinə aid. Hər ikisi Kürd dağaraq çökəkliyi vilayətindədir. Qərzəhli meyvəçilik Qanıq Əyricayda var, Qazax Qarabağda yoxdur. 1-2-5. Uyğunluğu müəyyənliyi, torpaqları və yerləşdiyi fiziki coğrafi rayonlar. Sarı dağ meşə torpağı Talışdadır. Birinciyə A. Dağ-qara torpaqlar Dağlıq Şirvanda və Gəncədədir. İkinciyə B və Y. Bozçəmə torpaqlar Kürarazda və Küdrü Şirvanda. C və D. Uyğunluğu müəyyənləyək. Kiçik Qafqaz və Böyük Qafqaz təbii vilayətlərinə aid olan xüsusiyyətləri götürəcəyik. Respublikamızın palçıq vulkanlarının əksəriyyəti burada yerləşir şərti ikinciyə aiddir. Yəni ikinciyə A. 4 fiziki coğrafi rayona aiddir. Kiçik Qafqaza aiddir. Birinciyə B. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnızca Böyük Qafqazın Zaqatallahı zonasındadır. Demək, ikinciyə C. 4-cü dövr vulkanik çöküntüləri yayılmışdır. Söhbət Kiçik Qafqazdan gedir. Birinciyə D. Və zəngin dəmir filiz və alüminit ehtiyatları vardır. Bu da yenə Kiçik Qafqaza aiddir. Birinciyə Y. Uyğunluq gözlənilmişdir. Eldar Şamı qoruğunda nadir endemik bitkilər Eldar Şamı qoruğu və Ceyrançay Aznohurda yerləşir. Birinci doğrudur. İlüsu qoruğu dağ meşələri və çəmənlərə qorunur, amma o Qanıq Əyricayda yox, Zaqatallahda yerləşir. Deməli, ikinci şərt yanlışdır. Üçüncü şərtdə isə bu yanlışlıq düzəlir. İlüsu qoruğu dağ meşələri və çölləri Zaqatallahı 3-ü götürürük. Bəsitçay qoruğu Şərq Çınar qoruğu Həkəridədir, doğrudur. 1-3-4. Qarayazı qoruğu Tuğay meşələri qorunur, amma Gəncədə deyil, Qazax Qarabağda və Ceyrançöl Aznohurda. Şahbuz nadir fauna və flora günüt qapıcıq şərti isə Şahbuz deyil, burada Zəngəzur Milli Parkı yazılmalıydı. Böyük Qafqaz vilayətində yerləşən milli parkların müəyyənliyi. Böyük Qafqazda Altağac Milli Parkı var, Şahdağ Milli Parkı var və Samur Yalaman Milli Parkı var. 94-cü suala baxırıq. Xəritə sxeminə əsasən fiziki coğrafi rayonlara uyğun gələnləri müəyyənləyək. Fiziki coğrafi rayonlar burada vulkanik yayla, Qarabağ və Həkəridir. Paleozoy erasının kristallik şistləri çay hövzələrinin səthə çıxmışlıq şərti Gəncəyə aid olmalıydı, amma Gəncə verilmədiyinə görə A variantını silirik. Ərazisində İstisu Mineral bulağı var, vulkanik yaylıya aiddir. Deməli, birinciyə B. Daşaltı yasaqlığı Şuşa rayonunda yerləşir. İkinciyə C. Təbii şəkildə saxlanan Şərq Çınar mühafizə edildiyi qoruq Həkəridədir, yəni Zəngilan rayonundadır. 3-ə D. Tərtər və Həkəri çayları mənbə yerləşir vulkanik yaylada. 1-ə Y. Uyğunluğu müəyyənləyək. Mühafizə olunan komponent və qoruq və ya milli parkın adı. Qarmaqvari Şam Göygöldə qorunur. 1-ə D. Ardıcı və saqqız ağacları Türyan çayda qorunur. 2-ə A. Xəzər su itisi də Abşeronda qorunur. 3-ə B. Qazangöldağ və biçənik aşırımı üçün ümumi əlamətlər. Hər ikisi Zəngəzur silsiləsində yerləşir. Ona görə də Kiçik Qafqaz tektonik zonasında yerləşir şərti doğrudur. Mülayim isti iqlim tipi xeyir, soyuq iqlim tipi hakimdir. Günüt qapıcıq fiziki coğrafi rayonunda yerləşir şərti ortaqdır. Paleozoy yaşlı suxurlar yayılmış şərti yanlış, çünki orada paleogen yaşlıdır və o qaynozoy yaşlıdır. Zəngəzur Milli Parkının ərazisindədir şərti doğrudur. Dağ meşə landşaftı geniş ərazini əhatə edir şərti yanlışdır.